Deməli belə davam edirik funksiyalara. Bəzi şeyləri açıqlamaq istəyirəm. Xətti funksiyaların özünü necə aparmağı haqqında danışmaq istəyirəm. Bəzən y bərabərdir ax üstəgəl b şəklində olan funksiyalar a-nın, b-nin mənfi müsbət olan hallarında nə şəkildə olur, ondan danışmaq istəyirəm. Əgər a müsbət və b müsbətdirsə, onda funksiyanın qrafiki bu şəkildə olacaq. Əgər həmin bu funksiyada, heç yazmayaq ona, a müsbət, b isə mənfidirsə, onda funksiyanın qrafiki bu şəkildə olacaq. Yəni, b o y oxu ilə kəsmə nöqtəsidir deyənə, mənfi hissədə, o y oxunun mənfi hissəsində kəsişəcək onunla. Əgər a mənfi, b müsbətdirsə, onda funksiyanın qrafiki bu şəkildə olacaq. Bucaq kör olacaq. Bucaq kördür. B-dəki müsbətdir. Əgər a da mənfidir, b də mənfidirsə, onda funksiyanın qrafiki belə olacaq. Həm bucağım kör olacaq, həm də o y oxunun mənfi hissəsi ilə kəsişəcək funksiyanın qrafiki. Sonra, əgər koordinat başlanğıcından keçirsə, b onda 0 olur. Yəni, koordinat başlanğıcından keçmə o deməkdir ki, x-i 0 olanda y də 0 olur. A müsbət olan halda onda funksiyanın qrafiki belə. B 0, a isə mənfi olarsa, funksiyanın qrafiki bu şəkildə olacaq. Soruşula bilər ki, məsəl üçün, hansı rüblərdə yerləşir funksiyanın qrafiki? Yəni, bu işarələr verilir və deyilir ki, funksiyanın qrafikinə hansı rüblərdən keçir? Məsəl üçün, b 0 olanda a müsbət olanda birinci, üçüncü rüblərdən keçir. B 0 olanda a isə mənfi olanda, yəni bucaq əmsalı mənfi olanda, yəni kör bucaq olanda ikinci, dördüncü rüblərdən keçir. Belə suallar verilə bilər. Bir də var sabit funksiyalar. Sabit funksiyalar o funksiyalardır ki, y x-dan asılı olmur orada. Ya y bərabərdir b, ya da y bərabərdir mənfi b şəklində olur o funksiyalar. O zaman funksiyanın qrafiki ox oxuna paralel vəziyyətdə olur. Hər biri ox oxuna paralel olur. Oxuna paralel. Mütləq ki, paralel olacaq. Yəni, başqa cür ola bilməz. Belə. Bu funksiyaların, o da belə deyək bir təkrardır. Sonra dalınca gəlir bunun. Dalınca gəlir xətti funksiyaların qrafiklərin qarşılıqlı vəziyyəti. Bu nədir əslində? Elə qısa yazacağım qarşılıqlı vəziyyəti. Vəziyyəti. İki funksiyanın verilərsə, iki funksiyanın qrafiki bir koordinat sistemi üzərində üç vəziyyətdə olur. Ya kəsişir, ya paralel olur, ya da üst-üstə düşür. Yəni, üçündən biri üst-üstə düşür. O zaman funksiyanın düsturları nə şəkildə düşür, ondan danışaq. Deməli, əgərləri y bərabərdir a1x üstəgəl b1 və y bərabərdir a2x b2 funksiyaları verilibsə və burada bucaq əmsalları fərqli qiymətlər alırsa, o zaman funksiyanın qrafikləri kəsişəcək. Kəsişir. Əgərləri y bərabərdir a1x üstəgəl b1, y bərabərdir a2x üstəgəl b2 şəklində verilən funksiyalardan a1 a2-yə bərabər, amma b1 b2-dən fərqli olarsa, o zaman funksiyanın qrafikləri paralel olur. Paralel. Və üçüncü hal, həmin funksiyalarda
Əgər A1 ilə A2 də B1 ilə B2 də üst-üstə düşərsə, yəni bərabər olarsa, aydın məsələdir ki, funksiyanın qrafikləri üst-üstə düşər. Üst-üstə düşür. Buna bir nümunə göstərim, yəni hərəsinə bir nümunə göstərim. Məsəl üçün, tutaq ki, 2 dənə funksiya verilib, deyir ki, y bərabərdir -3x üstə gəl 1 və y bərabərdir -3x çıx 3 şəklində 2 dənə funksiyanın, məsəl üçün, qrafik verilib. Bunlarda bucaq əmsalları bərabər olduğuna görə -3 -3-ə bərabərdir. Amma B-lər fərqli olduğuna görə burada deyəcək ki, bunlar paraleldir. Paralel. Əgər y bərabərdir 2x üstə gəl 1 məsəl üçün, y bərabərdir 4x çıxılsın 7 məsələn, elə 2 funksiya verilibsə, onda burada artıq B-lərə baxmırıq, elə K-ların fərqli olduğunu görürük. K-lar tamamilə fərqli qiymət alıb deyənə, deyirik ki, bunlar kəsişir. Kəsişir. Aydın məsələdir ki, əgərləri, məsəl üçün, belə verilib bizə, tutaq ki, 15 böl 3x üstə gəl 2 və y bərabərdir 5x üstə gəl, məsəl üçün, 2.